Bugün Azərsel Telekom Məhdud Məsuliyyətli Cəmiyyətinin Barama layihə ofisinin açılışı oldu. Şəhər-şəhərdə yerləşən müasir üslublu bu mərkəzdə eyni vaxtda 20 layihə iştirakçısı işləyə biləcək. Barama layihəsinin mahiyyəti informasiya və kommunikasiya texnologiyaları sahəsində yeni təşəbbüsləri ortaya çıxarıb onları düzgün qiymətləndirməkdən ibarətdir. Azərsel bu sahədə maraqlı ideyalara malik, amma onları həyata keçirmək imkanı olmayan hər bir gənci bu layihəyə dəvət edir. Barama layihəsinin iştirakçıları Azərselin yardımı ilə öz təşəbbüslərini gerçəkləşdirmək üçün zəruri avadanlıqlarla təmin olunur. Barama layihəsində iştirak edənlər burada işləməklə yanaşı Azərselin təlimlərində iştirak etmək imkanı da qazanır. Layihə iştirakçılarına başa çatdırdıqları işi Azərselin avadanlıqları üzərində sınaq imkanı da verilir. Ən əsaslığı odur ki, ideyaların müəllifliyi ilə iştirakçıların özündə qalır. Bununla da Azərsel informasiya kommunikasiya texnologiyaları sektoruna öz töhfəsini vermiş olur. Layihədə iştirak etmək istəyənlər 3w.azersel.com Drop Barama internet səhifəsində anketi doldurmaqla əlavə sənədlərlə bilgi Azərselə göndərə bilərlər.